наступати грабли, было важко стало. Merhaba arkadaşlar, yeni bir BeamNG Drive videosuna hoş gelmişsiniz. Yadımdan çıxdı, bilmirəm nə edəcəm. Xəritə yüklənsin, təzə xəritə, təzə maşınlar, təzə like'lar, kamera açısı falan pisli biləm. Onu düzəldəcəm, yaxında düzəldəcəm. İşığın falan yerini dəyişəcəm. Bütün yolları qayıracağam. Deputat olacağım, bütün məhəllələri qayıracağım, hər yeri qayıra-qayıra gedəcəm. Çünki neçə vaxtı gedirik, gəlirik. Niyə qaymırlar bu yolları? Gəlsinlər asfaltları qarsınlar. Aha, Vüsal stili, yenə də Vüsal stili. AI birinci açaq, birinci trafikimizi açaq. Görək bu xəritə işləyir. İndi təzə yüklədiyimiz maşınlardan Lamborghini yükləmişdim. Nə olar, yüklənmiş olsun da. Onu deyil Lamborghini. 39 növ nə? Qardaşım bizə bir dənəsi bəs edir. Bax təsəvvür ki, realda nə var? Realda bundan var səndə. Bax təsəvvür real həyat. Kim bu videonu bəyənsə real həyatda bundan olacaq. Aynen. Özsə hər şeyin yüklənməyini gözləyirik. Yəqin ki ilk dəfə də deyə belə olur. Ona gəldi. Dön. Lamborghini dağıldı. Zor nə siqnal verməyin. Tərbiyəsizlər. Bu niyə bu günə düşdü? Yox, niyə elə oldu ki? Niyə elə oldu ki? Niyə elə oldu ki? Nə içərdən bax. Ara. O yolu nəsdəydi? Dömre. Səbirli olun. İntaki. Bunlar nədir o? Roof, scoop, stage 10 deməkdir. Yox, belə başqa motora qoşmuyor. Underground Racing Long. O nədir? Bu nə deyə maşın indi başladı. Hətta induction sistem. Nə deyə bir dənə Lamborghini sürənməyəcək indi. Baba. Bir də rulumuz da dönsün. Bəsdir o da. Bəsdir. Yaxşı sürmürəm. Başqa maşın sürəcəm. Nələr var? Təzə yüklədiklərimdən nəsə istəyirəm sürüm. Nissan Patrol yükləmişəm. Nissan Patrolu gördük. Maraqlı bir maşın. V124 yükləmişəm. Sportage yükləmişəm. Sportage basınca. Qabaq çəkir. Bunu böyük ehtimal yığmaq olur. Hadi mənim sol qulağım tutulub, neyniyim açılsın, eşitmirəm. Stage 3 turbo charger nəsə qoyduq. Enginini də 2.4 qoyuruq. Stage 3 long block qoyuruq. Ultra heavy Stage 3 nəsə qoyuram, 310. Görək nə eləyir. O dondu. Donma. Domur səs gəlir. Qardaşlar yol verin qardaş. Qulaqlarımı ikisi eşitdim, nə deyəsən? Sol qulağıma güncəlləmə gəlməlidir tezliklə. Güncəlləmə gəlməsə düzəlməyəcək. Mikrofon kamerada biraz qəribədir. Elə bil tükan mühafizə kamerasıdır, təhlükəsizlik kamerasıdır. Yəni buradan belə dön də rul da obratını qayıtmır. Baba. Sürmə yönərdi. Yolun qaydaları hamısı hədərdi. 4 təkər artıq qoyulub sportecə. Albrızaya lazım. 2 təkərdi. Nə. Oy! Heç nə yoxdur. Знову наступати на ті граблі, було важко стало. Sanat ayda çaşdım, fərqli maşın qıraqda spawn eləməyə bastım. Görürsən sanata bağlı sanata gələcək, yoxsa normaldır? Normal sanat. Donma. Donmasın. Yəni bunu yığaq. Şahin müəllimin sanatası. Intake. Stage 3 turbo şarj qoyduq. Motoruna nə qoyaq? 2.4 qoyuruq. Sport nəsə qoyuruq. Engine management falan filan. Stage 3 nəsə küpuldatdıq. Bir dənə də ultra automatik. Sen ne konuşuyorsun lan değişik. Color'ını eləyirik. Bu renk. Yox bu renk. Aha. Nömrəsi. Allah Şahində nömrəsi nə idi maşın? Deyəcəks bilmir dostum maşın nömrəsini. Bilmirəm. Deyəsən belə bir şeydir. 226. Nənəm bilər, nənəm əzbər bilir nömrələri. Onsa pis görünürmüş. Tam düz görünmür.
Hə, şah necədir? İçi düzdür, yaxşı deyil. Onsuz da modun haqqında yerində qaraşda yazmış ki, xahiş edirəm pis sözlər yazmayın. Mən də deyə bilirəm maşın pisdir. Heç nə yoxdur. Heç nə yoxdur. Aeroport yolunda 152 ilə. Bir dəqiqə gözlə. Baba. Oy, güzgü vurduq. Şahin desən əsəbləşib güzgü vuracam ata. Maşın qabağı qaldı arxada. Dön də qardaşım da, dön. Mən salamatım sənədir, traslı. Amma burada 07 ilə 2 təşər qaldırıb elə getmək istədim trası. 07 hardaydı? Burada bir yerdəydi. Aha, Lada, Azilov, Azilov, 07 ilə 2 təşər. 06-daydı Azilov. Da yüklədiyim maşınları sonradan silmirəm ki, qalsın. Canlı falan asmaq istəyirəm. Düzü 3 ildir deyirəm canlı. Baba. Özü qrafiklər desən ultrada deyil. Oh! Sigma boy. Rəsmi ondan da gözəl, rəssamı ondan da gözəl. Tamam desən partlayacaq. Ola! Mən bir dəqiqə qara ekrandayam. Açıldı, alt F4-ə bastım. Var elə yoxsul adam, çəksə də min bir kədəri. Amma vaxtı ki olub, bəxtəvəri. Bəli dostlar, ultra ayarlarda daha qəşəng oldu. Hə, indi bir dənə 2 təşər qaldıracağım sizin üçün. Hanı bu maşın? Ben dostlar, maşınımız gəldi. 38 FPS-lə. Bir də yine yer qaldırım, bir də yine yer. Of 06, of. Dastaki niyə yüklənmir? Neyse, indi onsuz baqa girəcək, oyununu atacaq. Ondan sonra otobanda bir dənə sıxaq. Ən salamat xəritə budur özümün. Gəldik bura. Təzə maşınlarda nə var tez? Sarenton keçən video deyəsən sürdük. Keçən video sürdük, elə aşıtdıq, əziz elədik. Bir dənə Lamborghini real həyatda mən dolandan götürməyə çalışacağam ki, sizin üçün də bir fikir yaransın. Məndə real həyatda bundan da bilənlər bilir. Xalçanın üstündə yavaş geyirdik, xalçanın üstündə sürməməyə çalışıram. Trafiki də açırıq. Allah and olsun yuxarıya baxırdım. Ay, niyə belə olur? Qalmışdım mən onu. O da yoruma bir dənə badımcan yazır ki, "Əgər bunu like eləmir, bunu like elədikcə pul gəlir." Sən yalansa sən. Uy. Möhkəm maşındır ya, Lamborghini. Bu nədir? Dizel də var, şeydə, elə şey var. Mən deyəsən başqa bir maşın benzin nə idi onun adı? GT3. Qulağım partladı. Maşın bu nədir? Atırlar, deyəsən adresi atırlar. $300 olacaq mı? 300. Donma. Bir dənə qəza. Uyda. Cəmaata bədbəxt edir. Onun içində adam sağ qalır. Amma heç nə yoxdur, heç bir problemi yoxdur. Tərtəmizdə çıxdı. Başım getdi, siz. Qulağım batdı axı. Dörd göz götürək, səs kəsilsin. Aha. İndi bir şey soruşum. Mən neçənci şeydir yükləyirəm? 5.7 Lexus. O niyə görünmür burada? Problemli, bağlı modda ona görə. 5 deyinəsən motor səsi falan demək, elə bilən moddu yükləyirəm hər dəfə. Neyse, 4 gözə heç kim çatanmaz onsuz. Onun gibi bir dənə 4 gözdən işıqlar yandığında içəri düzəlirdi biraz. Pribor düzəlirdi. Bir dənə səliqə ilə metalik 4 göz. Uf. Bəh. Bunun içərindən sürmüyorlar bak. Aralar. Işık. Açma. Fırlama.
Onun çıxış yolu sən nədir? Forumuza belə minməkdirmi, yoxsa qaz verib vəziyyətdən çıxmağa çalışmaq? Güclü motor olsa hə, amma bu motorla mən necə vəziyyətdən çıxım? Qaz verirəm, maşın yeni sürüşməyə davam edir. Yoxsa normal olsa drift edirik də. O araya. Qardaş, qaldı məndə, gəl bunu götür. Oyda, bir dənə o meyxana ilə sürməli bir şey. Sürüş eləmək üçün 06 ilə 2 təkər qaldıracam ancaq. Baxın, bax. Xuliganski sürüş. Motor gücləndirmə teması varsa eləyim tez bazar. Yavaş. 1.8 motorla 2 təkər qaldırmaq olar məncə polunu. Yəni sağ. Qışıy. Bir dənə çöldən də görək onu, çöldən də görək. Yavaş, dəymə. Dəymədi, oha. Baba. Gəlsən. Sən yüngül sağa. Risk sola basıb qaz verəcəm. Hop. Bir də yoxlayacam. Təhdini tutuzdurana qədər. Bu dəqiqə hündür yeri qalxırıq əslində, dik qalxırıq, fikir ver. Gözü, düzlüyə çıxaq. Bax, gəldin. Qazı bıraxdım. Oy! Başı, 2 tərəfli. Ara. Hop! Salam, arxa qapım. Oy, Allah. Yəni bu tərəfdən. Heç nə yoxdur, təkəm qırılmışdı az qalsın. Rəsmi ondan da gözəl, rəssamı ondan da gözəl. Şuşası sən yılanı yardamı ondan da gözəl. Süründə nəyə gözlürsün? Oy Allah. Baba. Tükçə. Hop. Tükçə. Hop. Ay. Ay bir gözlə də görsən. Nöşofqalarıq da burada da. Nömrəmi də əydi. Olsun Rus nömrəsi olsa. Saxla. Nömrədir bu. Uy. Mama xuligan. Çıx. Nömrə. Nömrə dartıb çıxartma. Nömrə deyil bu. Maşın qaldırdıq. Hələ gözlə. Getdi xuliganski. Xuliganlar. 07-ləşər. 06 da bu. O cür. Yaxşı baba, bu dəfə saçmırıq baba. Zartdım bunu, zartdı. İkinci motor keçilir, bir də yenə kompüter söndü. Kompüter. Gözlə. Hoppa, xuligansk oldu bax indi. Ay sizin... Heç nə yoxdur. Baba. Qəşək, xoşum gəldi. Hoppa. Nömrəni biz sizinlə görə dəyişmirəm, Azərbaycan nömrəsi qoymuram. Çünki onun üstündə maşınlar düzəldəndə gedir nömrə. Onu eləməyə bilən varmı ki, mən onu dəyişməsin, nömrə dəyişməsin, maşını təminində o dəyişməsin. İngül. Risk bir dənə belə. Sıx. Sport moda aç. TT Sport. Oy Allah. Ay maşının yarısı yoxdur. Əşi, xuliganski, dart bunu. Bunu da çıxar. Getdi. Ara işləmə ancaq. Sıx. Tut. Oğlu. 1.8 motor. 06. Hop bir dənə belə. Baba. Güzgü vurum. Ay öz güzgüm get. Bir dənə buna. Qəşən 16 ilə güzgü qəşən. Bir də ara. Hop. Allah. Güzgü mənim güzgümüydü o getdiyinə. Maşında heç nə qalmadı. Saxla. Tormuzda verirəm, elə bir təkər yerə dəyir. Düş maşına, düş. Sən Allah düş qadam, düş. Ana nə salarsan mənə, düş. Bəli dostlar, gördüyünüz kimi 06-nı aşıtdıq. Sən nə baxsa qız? Adam bir düşüb kömək eləyər, tərbiyəsiz. Video baxdığınız üçün çox sağ olun. Belə videonun davamı üçün like etməyi unutmayın. Kanala abunə olaraq, videoya like edərək, yoruma öz fikrinizi yazaraq dəstək ola bilərsiniz. Sağ olun.